Bu hər hansı bir əksiklik deyil. Bu yaşamın içərisində zaten bir axışdır. Bir yaşamın özü budur. Oradan çıxdığı an artıq yenilənir və yeni həyat, yeni düşüncə, yeni xəyallar, yeni hədəflər onu qarşılayır. Sən depressiyadasansa, amma necə bayıra çıxıb gedib əylənə bilirsən, biraz yaxşı oldu, yetərlidir. Hər kəsin ideal anlayışı da eyni deyil. İnsan ki, bir pis hadisə yaşayanda bunu özünə qüsur kimi qəbul edir və fikirləşir ki, mən niyə başıma bu iş gəldi? Onsuz da gəlməlidir. Birinci, özünü tanımalısan. Özünü tanımaq üçün nə etməlisən? Özünü axtarmalısan. Yaxşı hiss etməliyəm, hər zaman xoşbəxt hiss etməliyəm, hər şey yaxşı olmalıdır. Beynimizin iki dənə vəzifəsi var. Bir işləməkdir, bir sərhədləri aşmaqdır. Gözəl şeyə bax, gözəl şeyləri dinlən, gözəl şeyləri öz həyatımıza qatmağımız üçün onları görməyimiz üçün bir təsvirimiz olmalı, doğru deyil mi? İnsanların həqiqətən də inanmağa ehtiyacı var. Çünki yəqin ki, səndə də elə bir şey olub, məndə də Yaşamağa, yaşamağa, inanmağa ehtiyacı var.